Salam olsun hər kəsə. Demək dostlar, neçə vaxtdır yaxşı diş həkimi axtarırdım uşaqlar üçün. Əsnafın dişləri qəzadan sonra damağı zədələndiyinə görə dişləri çox əyri şəkildə çıxmağa başladı. Uşaqda da bu kompleks yaradıdı. Güləndə, danışanda istəsmə kompleksə düşürdü və neçə vaxtdır arzulayırdı ki, onun dişlərini düzəltsinlər. Və çox sağ olsunlar. Allah sizlərdən razı olsun ki, belə bir yeri bizə məsləhət gördünüz və biz də gəldik, tanış olduq burayla. Və Əsnatın dişləri rentgen olundu, Məryəmin dişləri də həmçinin rentgen olundu. Hansı dişlər çəkilməlidir, o dişlər çəkiləcək. Rabiənin dişində də iltihab aşkarlandı, o malcı alacaq Rabiə. Amma Əsnatda baxın, dişin çəkilir və Əsnat heç nə hiss eləmir, nə qışqırdı, özü də canlıdaydı. Nə ağradı, özü həkimimiz sağ olsun, o qədər gülərüz, o qədər mehriban idi. Uşaqlarla elə dil tapdı ki, uşaqlar vallahi heç, bu görürsünüz, öz görürsünüz. Yəni bir qram olsun ağrı, yəni heç hiss eləmədi. Halbuki mən videonu çəkəndə o qədər həyəcan keçirirdim ki, indi ağrıları olacaq. Mən biraz necə deyərlər, psixoloji travmalıyam da, belə uşaqlar qışqıranda, zad eləyəndə mən qorxuram, həssasam burada. Amma sağ olsun həkimimiz bir qram uşaqları o ağrını hiss elətdirmədi, onların çəkilməli lazım olan dişlərini çəkdi, malca lazım olan dişlərinə malca tətbiq edəcək. İnşallah ki, qurban Allaha gələcək vaxtlarda uşaqların dişlərinin sağlam şəkildə müalicəsi davam edəcək. Plus da ki, Rabiyanın da həmçinin, bir də mənim dişlərim də qəzada itirdiyim dişlərim ki var. Onlar qapaq lazımdır, sınıblar çünki. Doktorumuzla danışdı. İndi ilerleyen günlərdə mənim dişlərimin də müalicəsi başlayacaq və həmin dişlərimə qapaq qoyulacaq. Orada da mən biraz qorxuram diş həkimindən. Amma indi öz prosedurlarımı da sizlərlə paylaşacağım. Kimdə gəlmək istəsə buyura bilər.